Kuzeydeki qarlara gün düşər, xal-xal olar. Bulutların gözləri indi sevinçdən dolar. Ayrılığın, həsrətin, qəmi arxada qalar. Durnalar qaydanda. Yenə dağların zirvəsində qar görünür. O qar qədər olanmadım. O doğma dağların başına dolanmadım. Qar qış həsrətindən əriyir. Mən də doğma yurdumuzun həsrətindən əriyirəm. Dağların sinəsini bəyaz ağlıq bəziyən vaxtıdır. Biz hələ ki öz qayıdışımızla bəziyə bilmədik dağlar boyundakı yurtlarımızı. Qızdıra bilmədik doğma uzaqlarımızı. Yerlərin qabağında yesir ollam, dağların kölgəsində əsir ollam, təki sənə qayıda bilim, doğma elim ulusun, əzəmətli dağlarım. Öləziyən ocaqlarında çöp kimi alışaram, baharında otunla göyərib, yayında gül çiçəyin ollam, payızında bozarıb torpağına qarışaram. Təki sənə qayıda bilim, ata evim, doğma elim, vüqarlı dağlarım. Yadıma murov düşər, könlümə qırov düşər, xəyalım girov düşər, durnalar qaydanda, durnalar qaydanda. Qaysağı qoparılmış yaradır didərgin dərdi. Ürək göynədən, qəlb ağrıdan yazılmamış şeir, oxunmamış türkülü didərgin dərdi. Arzuladığı nə var dövlətdir, nə pul paradır, ağrısı nə xəstəlikdir, nə yaradır. Ağır dərddir didərgin dərdi, didərginlikdir didərgin dərdi. Azərbaycan şimala, cənuba, qərbə parçalanan vaxtlarda xalqımız olmazın ağrı acıları yaşadı. Sinəsində iki dağdan ağır vətən dərdini, Göyçə və Qarabağ dərdini yaşayan şair Sərraf Şirviyə də öz elliləri ilə birlikdə 50-ci illərdə Göyçədən deportasiya olundu. Dağlar qoynuna sığınan Daşkənd elinin adını Qarabağda yaşatdılar. Yarım əsrdən çox doğma Göyçələrindən ayrı düşün Sərraf Şirviyə və Daşkəndlilər qoşa dərdi yaşamaqdadılar. Bir zamanlar Göyçədə belə deyək, çox rahat, şad-xürrəm yaşadığınız bir vaxtda sizi deportasiya edərlər. Və indi də həmin ağrıları yaşamaq zorundasınız. Yəni Qarabağda müharibə gedən bölgədə yaşayırsınız. Həm Göyçə ağrısını yaşayırsınız, həm Büyük Qarabağ ağrılarını yaşayırsınız. Miraslan müəllim, çox düz deyirsiniz. Mənə elə gəlir ki, hazırki dövrdə bütün Azərbaycan xalqının dərdi böyükdür. Amma mənim dərdim daha böyükdür, çünki düz Azərbaycanın hər güşəsi mənim üçün doğmadır. Amma mən Qərbi Azərbaycanda doğulmuşam. Həm Göyçə həsrətli ürəyim var, həm Qarabağda yaşamışam, Qarabağ niskilim var. Bir şeirim də var, deyir ki, qoşalaşıb həsrətimin düyünü, biri Qarabağdır, biri də Göyçə. İki niskili var qəmli könlümün, biri Qarabağdır, biri də Göyçə. Göyçə nəfəs verib, Qarabağ həyat. Göyçə həvəs verib, Qarabağ pusat. Qan sıdan yaralı cüt qoşa qanat, biri Qarabağdır, biri də Göyçə. Biri sol qolumdur, biri sağ qolum. Biri sol yolumdur, biri sağ yolum. Mənim aran yolum, mənim dağ yolum, biri Qarabağdır, biri də Göyçə. Biri saz götürür, biri kaman tar. Ələsgər, üzeyir, şair, bəstəkar.
Bana ustad olan bu iki diyar, biri Qarabağlı, biri de Göyçə. Sərraf şoriyəyəm, bu bir cüt sözüm, bu bir cüt sevimlim, bu bir cüt gözüm, bu bir cüt müqəddəs ocağım, közüm, biri Qarabağlı, biri de Göyçə. Mən elə bu iki həsrətin arasındayam. Allah Teala'dan dilək diləyirəm ki, bu həsrətlərlə qovuşam. Bir misal günümüz çata ki, elə o vətənin o torpaqlarını öpəm. Göyçək dedim, ürəyim göynədi. Bir bayatımda deyirəm ki, Sərraf göy çəməndədir. Qonuf göy çəməndədir. Ay Göyçə həsrətlilər, gəlin Göyçə məndə. Və yaxud Göyçənin əlbəttə evlatlarından çox şey ummalıdır. Vətən evlatları ilə qorunur. Haqqım yoxdur bir daha sana ana deməyə. Bilirəm ki, yanında dilim gödəkdir Göyçə. Daha nə cəsarətim, nə də istedadım var. Çaldığım da yalansız olmuş üstəki Göyçə. Səndə yadigar qalır böyücüklərin, başların, çəmənində düzündə külmünal qumaşların. İnan bir bu sözümə, sən üçün göz yaşlarım, göllənsə ləpələrim ətək atıqdır Göyçə. Şair oğlum sən üçün xəstə düşüb can verir. Min bir dastan bağlayıb vəsfini hər yan verir. Dilim Göyçə deyəndə yaralarım qan verir. Gözlərimdə surətin solma çiçəkdir Göyçə. Şuriyəyəm qəlbimdə çağlayan safqanım var. Yerdə qanun yoxdursa göydə haftivanım var. Ömrümün son anında ümidim, gümanım var. Yanağım yanağına söykənəcəkdir Göyçə. Mən indi o ümidlə yaşayıram, Göyçə torpağını öpəcəm. Mən o ümidlə yaşayıram ki, hardasa Şuşada Cıdır düzündə gedəcəm. Orada o şənlikləri keçirdəcək, orada bu belə söz söhbətləri keçirdəcək. Şuraya mənə, bayaq siz şeirinizdə dediniz ki, sağım da solum da, biri Göyçədir, biri Qarabağ. Yəni bizim sağımız da bağlanıb, solumuz da bağlanıb, yolumuz da bağlanıb. Və mənə elə gəlir ki, hər adamın doğulduğu torpaq onun dərdinin əlacı da olmalıdır. Bəli. Və ilk ayaq atdığı, yeridiyi, beşikdə yırğalandığı o yurt, hara getsə nə olsun da dünyanın hər yerinə gözəldir. Bəli, vətən çox şirindir. Vətən, əllərini çək yaram üstə. Mənim məlhəmimdir, dərmanımdır bu. Götür torpağından səhv yaram üstə, ən mahir təbibim loğmanımdır bu. Ey vətən, hayqa hay verməliyəm. Hünərdən, cürətdən say verməliyəm. Ömrümü ömrünə pay verməliyəm. Bir vətən və canım var, vətən qurbanıdır. Qalx ayağa, Azərbaycan evladı. Bu vətənin sənsən qolu qanadı. Qovub bu torpaqda çıxarın yadı. Vətənin bugünkü fərmanıdır bu. Bəli, bayaq dediyim kimi, vətən evlatları ilə qorunur. Vətən evlatları ilə fəxr edir. Əgər o vətənin qədrini o vətəndaş bilmirsə, o yaşadığı torpağın qədrini bilmirsə, mənə elə gəlir ki, o vətənə evlat deyil. Yenə yadıma bir şeirim düşür. Vətənə keşik çəkib oyaq olmamışsansa, düşməni susturacaq yaraq olmamışsansa, el obya dar gündə dayaq olmamışsansa, elin üstünə qaldı nazarım verir. Bir yazığa əl tutub fikir çəkməmsənsə, bir çiçək saralanda boyun püyməmsənsə, bircə ağaç bastırıb bir gül əkməmsənsə, o bağa, o bağçaya güzarın gedir. Bir qəlbi işitməyə odun közün yoxdursa, quru təsəllim üçün şirin sözün yoxdursa, o torpaqda zəhmətin əgər izin yoxdursa, o torpağın qoynuna məzərin gedir. Nəinki, mən elə təsəvvür edirəm ki, adicə vətəndə bitən bir ağac da vətəndir, bir yarpaq da vətəndir. Atam, anam girov düşsə nə var ki? Haqqım, ədalətim girov düşübdür. Qardaş bacım girov düşsə nə var ki? Qılınc cəsarətim girov düşübdür. Hələ də seçilmir yaxşı yamanım. Düşüb tilsimlərə dövrüm, zamanım. Bəlkə ona görə ümid, gümanım, qeyrətim, qüvvətim girov düşübdür. Şirüyəyəm, bir yoğrulmuş kündəyəm, açıla bilmirəm, bəd düyündəyəm. Bir-birindən betər gələn gündəyəm, tükənməz cürətim girov düşübdür.
Sizin bu yazdığınız şeirlərdə, əsərlərdə bizim qəhrəmanlarımızla bağlı bir şey var mı? Miraslan müəllim, mənim yazdığım 5 kitabda 8 poemam gedir. Bu poemalar milli qəhrəman Vəzir Orucovun böyük cürətindən əfsanəvi milli qəhrəman Vəzir Orucovun böyük qəhrəmanlığından təsvir edilən Vətən sənə oğul dedi poemasıdır. Milli qəhrəman Elmar Yedilovun böyük cürətindən, böyük həcmli yazı ilə mən onu təsvirə vermişim. 75 yara insanda nə qədər dözüm dəyanət olar ki, bədənində 75 güllə qəlpə yarası olsun. O müharibədə olsun, o döyüşdə olsun. Bunun sol qolunu bolt qayqa eləyiblər. Kəsdirməyib ki, bolt qayqa eləyib, mən döyüşə bilim. Və axırda o özü tankı susturmaqdan ötəri sinəsini tankın o gülləsinə nişan qoyub, tikə olunubdu bu adam. Bu qəhrəmanlıqdan yazmışam. Mən yazmışam Şöhrət ordenini Sərhəd Zöhrət bəy yoxdan böyük poema. Ölümdən sonraki ömür. O doğulu odun içində Ziyafət Baliyev. Bu cürə 8 poemam gedibdi və çap olunmayan indi 313-cü tak böyük bir döyüşçünün qəhrəmanlığından bəsləyilən bir poemam var. Sonra siz qəhrəmanlıqdan əlbəttə bugünkü qəhrəmanlıqdan başqa biz biraz da qabağa baxsaq, 2 dənə o kitablarda böyük dastanım gedibdi. Biri Hacı Rəhim dastanıdır. Hacı Rəhim Böyük Sultan bəyin silahdaşlarından olur. 1918-ci ildə ermənilərə qarşı çox amansız döyüşlər aparıb və erməni generalı Seliqovun başını kəsibdi. Bu özü də sonradan bizim öz satqınlarımız tərəfindən satılıb ermənilərə özü və 2 oğlunu ermənilər şəhid ediblər. Ondan keçəndən sonra tarixi bir dastan, Aşıq Nəcəf dastanı böyük Ələsgərin sevilmiş şagirdi, belinə ermənilər tərəfindən odlu samavar bağlanıb yandırılan 5 oğlu diri-diri başayaq qəbrə basırılan Aşıq Nəcəfin dastanıdır. Ki, böyük faciədir o. Bu tarixi bir əsərdir. Bunların dastanları gedir. Necə istəyirəm, mən nəyə görə söhbəti bu yöndə elədim? Yəni ki, biz zaman-zaman başımıza gələn müsibətlər haqqında nə danışmamışıq, nə də danışmağa icazə verilir. Yəni, Sovet dövründə bunu qoymuyublar biz eləməyə. Amma indiki dövrdə biz bütün, belə deyək, başımıza gələn bu hadisələrin yaxşısını da, yamanını da nəsrin dilinləmi, poeziyanın dilinləmi gələcək nəsrə çatdırmalıyıq və bizdən sonraçılar bilməlidirlər ki, bizim atalarımız, bizim babalarımız hansı ağırlar yaşayırlar və bu ağırlardan yaxa qutarmaq üçün biz nə etməliyik, buna çıxış yolu tapmalıyıq. Yenə yadıma rastlanmalı bir şeirim düşür. Bir ləkədir ünvarıma, köləlikdə doğulduğum, əsarətdə süründüyüm, yedəklərdə yıxıldığım, yad neşlərlə oyulduğum, öz qanımda boğulduğum, unutduğum Allahımdan indi nicat diləyirəm, yetər daha bir işgəncə, mən azadlıq istəyirəm. Qoy eşitsin bir çömçəklə min bir qazan qarışdıran, məkr ilə, hilə ilə qardaşları vuruşduran, bu vətənsiz gavurları üstümüzə sarışdıran, nə zamandan illər sahib bu günümü gözləyirəm, yetər daha bu işgəncə, mən azadlıq istəyirəm. Lənətlənib bu günümə çıraq tutan əcdadlarım, mana qeyrət dərsi verən ulu babalarım, verən olub mahallarım, peri kişi babalarım, dərddir mana bu ölümcə göyün göynəyirəm, yetər daha bu işgəncə, mən azadlıq istəyirəm. O azadlığa indi biz nail ola bilmişik. İndi də bizim o girov torpaqlarımız, o əsirlikdə qalan ana bacılarımız, qardaşlarımız, dədələrimiz bizim dərdimizdir ki, biz bu dərddən qurtarmalıyıq. Uçub gedib gəncliyimin qoxusu, yoxa çıxıb gözlərimin yuxusu, kəfən geyib saçlarımın çoxusu, qamətim də vüqarım tək əyilmiş, bu məhəbbət mənə görə deyilmiş. Külə dönüb o alovlu kəlmələr, düyün düşüb sözlərimdə ilmələr, donub təbəssümlər, susub gülmələr, dərdli başım daşdan daşa dəyilmiş, bu məhəbbət mənə görə deyilmiş. Taleyimin sökülüb ağ paltarı, zaman keçib ömür yarı, yaş yarı, buz bağlayıb ümidimin yolları, dənim çoxdan dəyirmanda üyülmüş, bu məhəbbət mənə görə deyilmiş.
bulaşmamış bu sevdanın qarına. Yağış düşdü ocağımın qoruna, bu hörümçək dünyamızın toruna, neçə leyli, məcnun düşüb yeyilmiş, bu məhəbbət mənə görə deyilmiş. Gözəllər qapımı ala dövrüyə, məni yoldan ha döndərə, ha əyə, bu könlümü vermərəm bir kimsəyə. Eşq qapısı bircə kərə döyülmüş, bu məhəbbət mənə görə deyilmiş. Son illərin müharibə ağrılarını, acılarını hərə bir cür yaşadı. Qadınlarımız bu itkini 2 qat yaşadı. Bir oğul, qardaş, ər itkisi, bir də torpaq, yurt itkisi. Bu itkilərdən, bu itki verənlərdən biri də mənim bacımdır. 11 ildir gözü yoldadır. Onu ovundurmaq belə çox çətin olur. On bir ildir dodağının gülüşünü itirən, 11 ildir xəyalları qanlı lalə bitirən, 11 ildir dərdlərimin üstünə dərd gətirən, ürəyimdə bir miskilim, bir ağrım, bir acım var. Qarabağın yollarından göz yığmayan bacım var. 11 ildir külə dönüb ümidini atmayan, 11 ildir gecələri keşiş çəkib yatmayan, 11 ildir yollar keçib mənzilinə çatmayan, dərdlərimə təsəlli, qollarımda gücüm var. Qarabağın yollarından göz yığmayan bacım var. 11 ildir ümid verib önə çox ərən düşüb, 11 ildir o dağların qismətinə sən düşüb, 11 ildir millətim evindən pərən düşüb, ocaq üstə yanar qalan üstün sazım var. Qarabağın yollarından göz yığmayan bacım var. 11 ildir saçlarını süpürgəyə döndərən, 11 ildir övladına ata dili öyrədən, 11 ildir ismətinə, qeyrətinə baş əyən, 6 qardaş başında, 6 qeyrət tacım var. Qarabağın yollarından göz yığmayan bacım var. Kimlər sökdü ilməsini bu yurdun, gör necə kənd şəhər salınır. Güllü yamazları qoyub düşmənə nə qədər dağ vardı, yığıb gətirdik. O dağlar bu dağa bənzəməz, bala, o dağın dağ boyda öz dağları var. O dağlar bu dağa bənzəməz, bala, o dağın yanında göz dağları var. O qədər dərd yeyib doymuşuq daha, tıxanıb boğazda qalıb loxmamız, açıb qapıları görən kimlərə, kimləri qoynuna salıb taxmamız. Bu dərdi gizlədə bilməzsən Araz, sənin halın sularından bəllidir. O qədər başına kül ələyiblər, onun üçün suların daim yellidir. Müsəyyəm müəllim, bir şair kimi, o torpaq ağırlarını yaşayan bir ziyalı kimi, Azərbaycan Yazıçılar İttifaqının üzvü kimi, bir itkin düşmüş əskərin atası kimi, indiki dövrdəki ağrı acılarımızdan yazılan yazılar sizi asırmı, sizi qəni edirmi? Həm də bir oxucu kimi bu suala cavab verərdiniz. Yox, razı deyiləm. İndiki o bayaq dediniz, saydınız siz o yazılardan da, indiki ədəm mühitindən narazıyam, nə mənada. Demək olmaz ki, yaxşı əsərlər yaranmır, var. Yaxşı əsərlərimiz yaranır. Amma biz bunu öz səviyyəmizdən yuxarı qaldıra bilmirik. Başqa xalqlar kimi, eləcə ermənilər kimi, biz bunu dünya səviyyəsinə çıxarda bilmirik. Olur, yaxşı əsərlər olur. Sizə demək olar ki, 3-4 nəfərdən başqa heç kimin əsərləri xarici ölkələrdə başqa dillərə tərcümə olunur. Bu da nədən asılıdır? Biz daha indi imkanlar var. Sovet devrində siz məndən yaxşı bilirsiniz ki, məsələn, siz həmin vaxtdan Yazıçılar Birliyində üzvüsüz, o vaxtdan yazıb yaradan adamsınız, bilirsiniz o vəziyyəti. O vaxtı senzura vardı. Məsələn, zəif əsərləri heç vaxtı yaxına qoymazlar. Bu yaxşı idi.
Amma indi necə gəldi, zəifdir, qüvvəlidir, kimi pulu varsa çap elətdirir. Amma gərək imkanlı adamlarımız, bizim o iş adamlarımız, pulu olan adamlar Azərbaycanın dərdini, o yüksək şəkildə, yüksək səviyyəli əsərləri dünya səviyyəsinə çıxartmağa kömək edirlər. Bu bizdə yoxdur. Bu cəhətdən bu ədəbi mühitdən necə razı qalmaq olar? Yəni, təkcə ədəbi mühiti yox, həm də bizim yaşadığımız şəraitdə sənədli filmlərin, sənədli əsərlərin, publistik əsərlərin dünya miqyasından çıxarılması üçün xeyli güc, qüvvə və istək tələb edir. Həm də yaxşı vəsait tələb edir. Müqayisə üçün bir şey deyim ki, son vaxtlar ermənilərin dünya miqyasında çıxartdığı müxtəlif dillərdə, ingilis dilində, alman dilində, ispan dilində çap elətdikləri yazı Azərbaycançının 10 dəfələrlə artıqdır. Rəqəm mən demək istəmirəm. Yəni, bu çox aznacaqlı bir haldır. Sizin bu fikirdə mən də razıyam. Amma hər halda yaşadığımız zaman, yaşadığımız tarix, hər halda fəqqiyyətli olsa bizim xeyrimizə işləmir, verməli. Bəli. Biz heç öz dərdimizi öz səviyyəmizdən kənara çıxarda bilmirik. Zəngəzurdan, Dərələzdən, Göyçədən üzü bəri o işğal olunmuş torpaqlarımız ki, bu rayonlarımız var. Biz bu dərdimizə heç dünya səviyyəsinə, bu da, məsələn, yazıçılar yazır, olur, şeirlər də var, ola bilərmi? Gözəl bir şeiri, məsələn, gözəl bir əsəri, belə klip çəkəsən, filmə çəkib, xarici ölkələrə yayasan bu dərdimizi, bu bəlalarımızı. Bizdə eləyən yoxdur, bu cəhətdən bizdə çox zəiflikdir. Bir mənimə elə gəlir ki, bizim başımıza gələn bu hadisələri, belə deyək də, Kəlbəcərdə siz doğulmuşsunuz, Kəlbəcərdə yaşamışsınız. Kəlbəcərin o üzündən, Göyçədən, Qərbi Azərbaycandan bəri aşanda cəmat, onu da biz duymalıydıq. Bəli, Miraslan müəllim, bax o ki, orada bir dərə vardı, sümük tökülən dərə deyirlər. Hələ o əvvəlki vaxtlarda ermənilər, o müsəlmanları ki, qırmışdı Azərbaycanları, o sümük tökülən dərə orada Göyçə dağının bəri tərəfindeydi. Biz o vaxtı başa düşməliydik ki, qışın oğlan çağında ermənilər Azərbaycanları, Qərbi Azərbaycanları aşırdı Kəlbəcərə. Kəlbəcərə gəldilər, pis vəziyyətdə, ölənlər, o qarda qiyamət. Göyçənin dağı da çox amansız bir dağdır. Məsələn, kişilərdə oradan quş da səkəsliydi. Amma bizim xalqımız, o Azərbaycan xalqı oradan minbir əzabla, minbir müsibətlə ora gəldi. Biz gərək onu da başa düşəydik. Ermənilər Ağdərədə bizim maşınları daşlayanda gərək biz başa düşəydik. Biz o vaxtı çox soyuqqanlı olduq. Heç bir şey, kiməsə arxain olduq, belə olacaq, belə olacaq. Heç bir şey də alınmadı, gəldik bu vəziyyətə düşdük. Hər halda bu tarixin kəsiyində xırda bir vaxtdır, az bir vaxtdır. Və ümid varam ki, bizim sözümüz demək hələ vaxtımız da var, imkanımız da var və deyəcək də bir sözümüz. İnşallah. Söhbətimizin əvvəlinə qayıtmaq istəyərdim mən bu kitab məsələsinə. Sizin bu yaxınlarda 4-cü kitabınız mənə elə gəlir ki, Hə, 4-cü kitab. İşıq üzü görüb və onun çox qəribə bir adı var. Heç bir adlara oxşamayan bir addır. Ayrılıqdır könül candan. Belə də Miraslan müəllim, yurdu yuvası talan olan, yağların əlində olan insanın könlü harda olacaq? Bizim könlümüz canımızdan ayrılır. Mən əgər qismət olsa, Kəlbəcərə gedəsi olsam, birinci dəfə oğlum məzar harda etdiyini düşürsə, qabaqca ora gedəcəm mən. Bu torpağa dizin. İndi deyirlər, məsələn, amma mənim üçün İnsan hansı torpaqda anadan olursa, düzdür, Azərbaycan vətənimizdir. Amma hansı torpaqda anadan olursa, onu doğma vətəni oradır. Sizin bir şeiriniz mənim yadıma düşdü, Miri müəllim. Sizi ziyarətə göndərmək istəyir Məkkəyə, hər bir Azərbaycanın, hər bir müsəlmanın arzu elədiyi yerə. Siz getmədiniz ki, mənim ziyarətim birinci ata qəbrindir, ata evimdir. Mənim ziyarətim atamın qəbridir, orada oğlumun qəbridir, orada əzizlərimizin qəbridir. Dərgahına gələnmədim ilahi, mənə yazsın qoy mələklər günahı. Qüdrətinə diz çökürəm, yalvarıram sənə burdan. Qərib-qərib dolaşdığım bu yeri də sən özünsən yaradan. Tərtərimin sızıltısı 10 ildir ki məni didir. Kəlbəcərin bulaqları gözlərimdən axıb gedir. Necə gedim ziyarətə? Erməniyə kəniz olub şaha, xana baş əyməyən gözəllərim. Burada mənim öz yaxamdır, öz əllərim. Necə gedim ziyarətə? Vətənsiz də insan olan insan kimi yaşayar mı deyənlərin
nimdaşını geyirəm. Millətimə ağız büzüb əyənlərin yardımını yeyirəm. Necə gedim ziyarətə? Yurtsuzların ac qarnını doyurmamış, yağlarla haqqı hesabı ayırmamış, necə gedim ziyarətə? Şəhidlərin qayaları da qan izini yalasam, ziyarətdir deyərəm. Çör-çöp yığıb yurd yerində bircə ocaq qalasam, ziyarətdir deyərəm. Göyçə gülü barmaqlarda dillənsə, göyçə gülü ürəklərdə güllənsə, ziyarətdir deyərəm. İz saldığın cığırlarda dizin-dizin sürünsəm, yurttaş deyib haray çəkən o dağların dumanına bürünsəm, ziyarətdir deyərəm. Ağdam mənim məşhədimdir, Mədinəmdir dəli dağ. Qubadlıdır Məkkəm mənim, Kərbalamdır Qarabağ. Necə gedim ziyarətə? 100-dən artıq yaşım olub bu 10 ildə. 2 əlim, 2 gözüm, bir bəlalı başım olub bu 10 ildə. Necə gedim ziyarətə? Bu taleyi verirdinsə, məni niyə yaratdın? Dərd üstünə dərd gətirib ürəyimi qanattın. Qüdrətinə diz çökürəm, yalvarıram sənə burdan. Qəmli-qəmli dolaşdığım bu yeri də axı sənsən yaradan. Eşit mənim fəryadımın aləmi, 10 ildir ki yandırıram aləmi. Ürəyimin sevincini, itkin olan balamı ver. Qüdrətinlə xəlq etdiyin yamacımı, talamı ver. Sultan bəyin qeyrətini qaytar mənə, şəhid ruhun heyrətini qaytar mənə. Sən adilsən, yaradansan, bircə quşa döndər məni. Yoxdan varı yaradan sən, Qarabağa göndər məni, Kəlbəcərə göndər məni. Göndərməsən, göndərməsən, Qaradaşa döndər məni. Kəlbəcərim, el obası pərən-pərən, yurt yuvası dərbədərim. Sənin bircə çiçəyini əzilməyə qoymamışam. Qarışqanı kəhlimində gəzməyə də qıymamışam. Dərə dağın ayağına sürünürmü görəsən, bəd nəzərdən daldalanıb, yal dumana bürünürmü görəsən. Dəli dağın zirvəsində kəhanı bu yerlərin sarayına vermərəm. Bircə qarış torpağında gördüyümü mən dünyanın heç yerində görmürəm. Burada yağan qar adamın ayağını üşütmür. Burada məni öz içimdə ürəyim də eşitmir. Ulu Tanrı, ey məni insan yaradan, ayrılıdır könül candan. Burası mən təkcə mən deyiləm. Yurdu yuvası talan olan adamların hamısı, o işğal olmuş rəyənlər, bayaq dedim, Dərələzdən, Zəngəzurdan, Göyşədən üzbəri, yuvası talan olan, yağı əlində qalan adamların hamısının könlü o yurdundadır, canı da burada. Burada can gəzdiririk biz. Hər adam öz yazdığına qıraqdan baxıb onu satıb satmayan cəhətlərini deyə bilmir. Sizin fikriniz də, sizin kitabınız indi çox hızların üstün lazım olan səviyyədədirmi? İndiki dərd azarımızı deyək, indiki yaxşılıq yamanımızı belə də səviyyədə var mı? Miraslan müəllim, ola bilsin ki, indiki oxucular mənim yazımlarına razı deyirlər. Çünki mən başqa mövzum yoxdur, dərddir, kədərdir, mən bununla yazmalıyam. Yurdu yuvası talan olan adamım. Kəlbəcər kimi bir eyli, Kəlbəcər kimi bir torpaq olan adam nədən yazmalıdır ki? Ola bilir, bəzən irad tuturlar ki, nə vaxta qədər ağlaşacağıq. Amma mən bundan başqa mövzum yoxdur, mən bacamıram var ki. Qaldı o yazıların, bunu oxucular bilərdi. Hər halda qabaqda bizim çox görəcək işlərimiz var. Səməd Furğun demişəm, müsəllaf əskər olmaq lazımdır hər işdə. Hər işdə. Yazıcı öz yazısıyla, əskər öz silahınla, fəhlə öz, belə deyək də, belinlə, çürüncünlə işini görməlidirlər. Və mən sizdən, tamaşaçıların adından deyim ki, bir şeir umuram. Vətənində güllələnən heykəllər, bizdən ötdü, sizə dəydi güllələr. Üzeyir bəy, qəlbi yaralı bülbül, Ayxan qızını atavan, tərsə dönüb bu devran. Bu muzeyin küncündə nədən susub qalmısınız? Bəs güllə yarasın, niyə soldan almısınız? O güllələr millətin ürəyinə atılıb, suyuna, torpağına, çörəyinə atılıb.
Siz şəhid olmusunuz, biz muzeyə qoymuşuq. Qisas qalıb qiyamətə, torpaqdan soymuşuq. Ürəkləri dağlayır Qarabağ şikəstəsi. Nəfəsdə qan qoxuyur Üzeyrin bəstəsi. Nə Koroğlu cəngisi, nə də üvertürası Qarabağda çalınmır. Üzeyir bəy, sinəsi dağlı bülbül, Ayxan qızına tavan. Yanınızda biz sizin xəcalətik hər zaman. Sizə güllə atanın günahından keçirik. Vəzifədən ötəri qardaş qanı içirik. Vətənin ürəyindən keçir cəbhə xəttimiz. Burada şeytan oyunu oynayırıq hələ biz. Ləkələnən namusu qanla yumaq gərəkdir. Əsillikdə qızların qaha göyə dirəkdir. Yurdunda girov gedir Azərbaycan əskəri. Görəsən bəs yoxdurmu səbrin həddi, qədəri? Dərimiz qarış-qarış soyulmasa yaxşıdır. Yurt yuvamız muzeyə qoyulmasa yaxşıdır.